Salam əziz izləyicilər. Bugün sizlərlə birlikdə qışa hazırlıq edəcəyik. Turşu hazırlamağın ən birinci və ən vacib şərti təbii ki, təzə məhsul seçməkdir. Mən də bunun üçün birbaşa bostanımıza üz tutdum. Yarpaqların arasından tam vaxtında turşu üçün ən uyğun ölçüdə olan xiyarları tək-tək seçib yığıram. Öz bağımızın məhsulu olduğu üçün tam arxayınam ki, turşumuz həm xırçıldayan, həm də dadlı olacaq. Turşumuzun sadəcə xırçıldayan yox, həm də dadlı olması üçün əlavə ləzzətlərə ehtiyacımız var. Bostanımızdan təzə-təzə şirin bibərləri yığıram. Onlar turşuya xoş bir dad verəcək. Təbii ki, biraz da acılıq da lazımdır. Ona görə də bir neçə bibər də götürürəm. Yaşıl reyhan isə turşuya o qədər gözəl qoxu və fərqli bir dad qatır ki, onsuz təsəvvür etmək çətindir. Və turşunun əvəz olunmazı. Elmi dildə şüyüd çiçəyi, bizim el arasında isə kəröz dediyimiz bu ətirli göyərtini də topladıq. Turşunu yığmağa balonlarımız da hazırdır. İndi isə xiyarların hər iki ucunu incə şəkildə kəsirik. Bu xırda detal həm xiyarların duzlu suyu içinə yaxşı çəkməsinə kömək edir, həm də turşumuzun xırçıldayan alınmasını təmin edir. Sonra isə xiyarları bol soyuq suda bir neçə dəfə yaxşıca yuyuruq. Üzərində torpaq və tozu tam təmizləmək lazımdır ki, turşumuz uzun müddət qalsın və xarab olmasın. Burada isə balonlarımızın dibinə ilk olaraq təzə-təzə dərdiyimiz yaşıl reyhan yarpaqlarını yerləşdiririk. Ardınca isə kərözü əlavə edirik. Və hər balona xoş bir acılıq vermək üçün bir ədəd təzə acı bibər də əlavə edirik. Artıq balonlarımızın dibi ətirli göyərtilərlə tam hazırdır. İndi isə xiyarları balonlara yığmağa başlayırıq. İlk sıranı dik duracaq formada sıx-sıx düzürəm. Bu bankaya daha çox məhsul yerləşdirməyə və turşunun bərk qalmasına kömək edir. Xiyarları düzərkən aralarına sarımsaq dişləri də əlavə edirəm. Bir balona 4-5 sarımsaq kifayətdir. Şirin bibərləri də kəsib turşuya xoş rəng və şirinlik qatmaq üçün xiyarların arasına yerləşdirirəm. Və beləcə bu qaydada bütün balonlarımızı səliqəli formada doldururam. İndi isə hər bir balona məhsulun miqdarından asılı olmayaraq mütləq bir xörək qaşığı dolu duz əlavə edirəm. Mən adi xörək duzundan istifadə etdim. Ardınca isə balonları ağzına qədər qaynamış su ilə doldururam. İndi isə qaynatma prosesinə başlayıram. Əvvəlcədən qaynayan qazanın dibinə yumşaq parça salıb balonları əlavə edirəm. Parça balonların çatlamasının qarşısını alır. Balonları qaynatmağa qoyuram. Su qaynamağa başladıqdan sonra bankaları təxminən 15 dəqiqə ərzində qaynadıram. Bu müddət tərəvəzlərin tam sterilizə olunması üçün kifayətdir. Qaynama müddəti bitdikdən sonra bankalarımızı çıxardırıq. Turşunu bərk, xırçıldayan və uzun müddət qalmasının ən əsas sirri bankanı çıxaran kimi hələ qaynar ikən içinə mütləq bir xörək qaşığı sirkə əlavə etməkdir. Sirkə həm xoş turşuluq verir, həm də onu xarab olmaqdan qoruyur. Sirkəni tökdükdən sonra bankanın ağzını təmiz, sterilizə olunmuş qapaqla örtürəm. Bankanın ağzını möhkəm, hava keçirməyəcək formada bağlamaq lazımdır. Bağladıqdan sonra bankaları mütləq tərs çeviririk. Bu, qapağın hava buraxıb-buraxmadığını yoxlamağa kömək edir. Bankaları bu vəziyyətdə tam soyuyana qədər saxlayırıq. Mən xiyar turşusunu qışa bu reseptlə bağlayıb saxlayıram. Hazırlayan hər kəsə nuş olsun.